Karma cəza deyil, karma dərsdir. Bəli, bir çoxları bu gün hazırki dövrdə karmaya cəza olaraq baxırlar. Və başlarına gələn hər hansısa bir hadisədə niyə mənim başıma bu hadisə gəldi deyə sual verirsiniz. Amma bu doğru, düzgün yanaşma deyil. Çünki karmanı siz cəza olaraq görürsünüz, əziyyət olaraq görürsünüz və bundan da qorxursunuz. Ətrafda o qədər eşitmirsiniz ki, siz karma ilə bağlı məsələlər. Artıq bu karmadan qorxursunuz. Baxın, karma qorxulacaq bir hal deyil. Karmanın 9 növü var və 12 qanunu var. Karma çox dərin bir mövzudur. Düşündüyünüz kimi karma müsbət, mənfi, mən yaxşılıq etsəm yaxşılıq gələcək, pislik etsəm pislik gələcək. Tək bundan ibarət deyil. Karmanın sən növlərini və qanunlarını biləndən sonra avtomatik olaraq həyatında baş verən proseslərdə nəyin nə üçün olduğunu artıq anlaya biləcəksən. Buna görə də mən belə bir şey düşündüm ki, karma ilə bağlı və səbəb-nəticə əlaqələri ilə bağlı, keçmiş həyatın karması ilə bağlı bir təlim, 3 saatlıq təlim olacaq. Kimlər karmanın qanunlarını, səbəb-nəticə əlaqələrini öyrənmək istəyirsə tam dərin biliklərlə müraciət edə bilərlər və bu 3 saatlıq təlimdə iştirak edə bilərlər. Diqqətinizə görə təşəkkür edirəm.